Sabahınız xeyir. Bugün sizlər sözün həqqi və məcazi mənasına keçəcək. Gəlin görək sözün həqqi mənası nədir, məcazi mənası nədir? Məsəl üçün qol sözü götürək. Qol. Qol nəyin qolu ola bilər? Qol deyəndə ağlımıza nə gəlir? İnsanın qolu nəzərdə tutulur. Düzdür? İnsanın həqiqətən belə bir qolu var. Amma desəm ağacın qolu. Bax bu əlavə nədir? Məcazi, törəmə mənasıdır. Bu həqiqi, birinci yaranan mənasıdır. Ağacın qolu sonradan yaranan məcazi məna sayılır. Gəlin baxaq, başqa nə deyə bilərik? Misal üçün fikirləşək. Ətək. Ətək deyəndə nə idi? Nəzərdə tutulur. Yubqanın ətəyi. Düzdür? Yubqanın ətəyi var da, aşağı hissəsinin ətəyi. Dağın ətəyi desəm, baxın bu artıq nədir? İkinci əlavə törəmə, dağın ətəyi mi var? Məcazi mənada deyilir məsələsi üçün. Deyəlim ki, burun, insanın burnu. Yəni burun deyəndə ağlımıza gəlir də nəfəs aldığımız orqan, düzdürmü? Bir də deyirik ki, ayaqqabının burnu. Burnu. Məsələsi üçün ağız. Ağız yəni nəzərdə tutulur? İnsanın ağzı. Bir də var deyim ki, qapının ağzı. Deyilə qapının ağzında dayanma. Düzdür? Deməli biz gəlin A tapşırığına baxaq. A tapşırığına nə deyir? Deyir Ramilin ayağı əzildi. Stolun ayağı təmir olundu. Ayaq deyəndə nəzərdə tutulur? İnsanın aşağı ətraf orqanı nəzərdə tutulur. Hansı ki biz onun üzərində dayanıb hərəkət edirik. Düzdürmü? Amma stolun ayağı ona bənzədilibdir. Yəni məcazi mənada deyilir. Bizə sual verilir ki, sizcə ayaq sözünün hansı mənası daha əvvəl yaranmışdır? Yazaq tapşırıq A. Şifahi sorula bir şeydir, amma insanın ayağı. Yəni birinci bu yaranıbdır insanın ayağı. Masanın ayağı isə sonradan yaranan əlavə məcazi məna sayılır. Məcazi məna, bax burada məsələm üçün baş sözü verib. Baş deyəndə insanın başı, heyvanın başı, yəni insanın bədən üzvünün yuxarı hissəsi nəzərdə tutulur. Bənzətmə mənasında məcazi mənada isə sonradan yaranan məcazi mənasıdır ki, hansı ki, məsələn, baş həkim, burada məcazi mənada deyilir. Məsələn, desəm ki, burada əlavə ilə başqa da deyə bilərəm. Dağın başı. Dağın bəyən başı var. Bu məcazi mənadadır. Baş həkim, dağın başı nədir? Məcazi mənada işlənilmişdir. Gəlin baxaq burada. Bizim növbəti sualımıza baxaq. Deyir ki, cümlələri oxuyun. Məcazi mənalı işlənmiş sözləri müəyyən edin. Qapının ağzı təmizliyidir. Bu məcazi mənadadır. İtin ağzından sümük var. Bu həqiqətən itin ağzı var. Uşağın boğazı ağrıdır. Boğaz həqiqətən var. Amma çəkmənin boğazı enlidir. Bu məcazi mənada. Çəkmənin boğazı yoxdur. Dəmir darvaza köhnəlmişdir. Darvaza dəmirdən həqiqətən metal olaraq ola bilər. Arifin dəmir iradəsi. Dəmir iradə yəni dözümlü, yəni bir şey məsələsi üçün deyir ki, mən bu günlərim 100 səhifə kitab oxuyacağam və sözündən dönmür. Bu iradəlidir və yaxud da deyəm ki, oruç tutanda insanların iradəsi ölçülür. Deyir bu gün yemək yeməyəcəm, su içməyəcəm. İradənin möhkəm olduğunu, yəni bunu dəmir metala bənzədirlər, sanki yəni əyilməzdir də iradəsi o mənada. Pişik dərin quyuya düşmüşdü. Quyu həqiqətən dərin ola bilər. Amma dərin fikrə getməsi bax bu məcazi mənada işlənmişdir. Deyir ki, verilmiş sözlərdən lüğətdəki izahlarından məcazi mənanı seçin. Yumşaq yastıq. Bu həqiqətən yastıq yumşaq ola bilər. Yəni bərk olmayan yumşaq. Amma yumşaq xasiyyət deyəndə burada məcazi məna nəzərdə tutulur. Xoş, mülayim. Yəni bu mənada işlənir. Qızıl bir metaldır. Qızıl üzük insanların bədəndə olan hansı bir qızıldan, metaldan olan əşya həqiqətən var. Amma deyirəm qızıl əllər, qızıl ürəyi var. Bax bu məcazi məna. İnsanın ürəyi qızıldan ola bilməz. İnsanın əli qızıldan ola bilməz. Yəni həmin insanın əlinin çox dəyərli olduğunu bildirmək üçün bu sözdən biz istifadə edirik bənzətmə mənasında. Keçək növbəti tapşırığımıza.
Nöqtələrin yerinə elə sözlər yazın ki, cümlədəki məcazi məna ifadə etsin. Gəlin baxaq. Uçur. Vaxt uçur. Burada biz nə edirik? Quş həqiqətən uça bilər, amma vaxt uçmur ki, məcazi mənada deyil. Yəni tez, zaman tez gəlib keçir, o mənada deyilir. Uşaq pıçıldaşa bilər, amma yarpağın pıçıldaşması, bax, yarpaq insandır ki, danışdım pıçıldaşsın. Bu ola bilməz, məcazidir yəni. Yazın gəlişinə sevinir. İnsan sevinə bilər, həqiqətən sevinir, amma təbiət sevinə bilməz. Bu məcazi mənada işlənilibdir. Çaydan qaynayır, çaydan həqiqətən su qaynaya bilər, amma həyət qaynayır, bax bu məcazi mənalıdır. Bizi çağırır, bax müəllim bizi çağırması həqiqətən baş verə bilər, amma vətən bizi çağırması bu məcazi mənada istifadə olunur. Gəlin keçək iş dəftərimizə. Baxırım, padşah musiqiçini saraya dəvət etdi. Deməli, padşah musiqiçini saraya dəvət etdi. Görək, baxaq, görək, həqiqətən baş veribdimi? Hökmdar onu yanına çağırdıraraq deyir. Yəni, bəli, onu yanına çağırdırır, dəvət eləyir. Deməli, bu nə olacaq? Doğrudur. Musiqiçi padşahın təklifini qəbul etmədi. Baxırıq. Deyir ki, ayrı düşsəm yazıb yarada bilmərəm. O da musiqi üçün bu cavabına qəzəblənir. Bəli, qəbul etməyib həqiqətən. Vəzir musiqiçini başqa ölkəyə yolladı. Vəzir musiqiçi ilə xeyr, vəzir qaldı. Musiqiçi bəli başqa ölkəyə yollanır. Yaxşı, düzdür bu. Amma vəzirlə getmir də. Vəzir onu sadəcə kömək eləyir. Yəni yanlışdır. Gəlin baxaq. Musiqiçi dəvə karvanına rast gəldi. Musiqiçi dəvə karvanına bəli, həqiqətən də neyinir? Karvana rast gəlir, qarşılaşır. Doğrudur. Deyir ki, karvanla yaxınlaşan musiqi eşitdiyi zınqrov səsindən heyran oldu. Karvana yaxınlaşan musiqiçi eşitdiyi, deməli, zınqrov səslərinə heyran oldu. Yox, bu doğru deyil axı. Çünki burada belə bir cümlə vardı ki, zınqrovlar tərpəndikcə qarma-qarışıq səslər gəlirdi, baxın. Yəni, xoş səslənmirdi. Sonradan o düzəldəndən sonra səslənirsə, yaxşı musiqi. Bütün dəvələrin boyundakı zınqrovlar bir yerə toplandı. Bir yerə toplanmır. Deyir ki, birini çıxarır, dəyişir, birini tarım, birini və yaxud da ikisini bir yerə bağlayır. Yəni, fərqli-fərqli eləyir. Yəni, hamısı bir yerə bağlanmır axı. Bir yerə bağlansaydı da musiqi səsi yarana bilməzdi axı. Hamı yaranan musiqiyə valeh oldu. Bəli, sonda bəli bu fikir var ki, hamı bunu deməli xoşuna gəlir də. Keçək növbətisinə. Növbətində nə deyir? Mən xalqımdan ayrı üstəm, heç nə yazıb yarada bilmərəm. Bu obrazımız kimdir? Musiqiçi. Musiqiçidir. Bunu mən buradan yazım, yerləşdim. Heç nə yazıb yarada bilmərəm. Münasibətim nədir? Bəli. O həqiqətən gözəl musiqiçidir. Var dövlətə, yəni var dövləti seçmirdi o adam. Yəni padşah ona var dövlət təklif edir, amma o saray həyatını qəbul etmir. O ağıllıdır, baxın. İstəyir ki, xalq ona baxın, yəni o xalqın içində olmasa, onun ilham aldığı musiqidən ilham alır o adam. Yəni xalqın içində olmasa o elə gözəl yazıb yarada bilməzdi. O həqiqətən gözəl musiqiçidir, var dövlətə. Dəyişmir. Yəni burada yer az verilib, mən öz fikrimi daha geniş yaza bilərəm. Sağ qalmaq istəyirsənsə, ölkəni tərk etməlisən. Mən sənə kömək edərəm. Bunu deyən kim idi? Vəzir. Yaxşı, siz vəzir haqqında nə düşünürsünüz? Burada baxın, öz münasibətini istəyir. Hər kəsin cümləsi fərqli olmalı. Mən burada bu cümləni yazıram, amma siz iminlə o cümləni yazmalısınız deyə bir şey yoxdur. Yəni, bəzən şagirdlər götürüb YouTube-da olduğu kimi köçürdüyündə müəllimlər əlbəttə ki, buna əsəbləşir. Çünki burada münasibət deyəndə, yəni sənin fikrini soruşur. Yəni, vəzir necə adam idi? Vəzir
musiqiçiyə dəyər verən adam, musiqiyə dəyər verən adamdır. Dəyər verən yaxşı insandır. Ona görə də yəni boş yerə, səbəbsiz yerə şah onu cəzalandırmasını istəmir. Ona görə də şahın onu cəzalandırmasını istəmir. Yəni boş yerə onu, səbəbsiz yerə onu zindana salmağın heç bir mənası yoxdur axı. Bəs növbəti gəl sarayımda yaşa, şərəfimə mahnılar qoş, razı olsan qızıl üçün düzəcəksən. Bunu deyən kimdir? Əlbəttə ki, padişahdır. Padişah necə adamdır? Padişah zülmkar insandır. Mənfi obrazlı insandır. Baxın, birinci və ikinci obrazlarımız musiqiçi ilə vəzir yaxşı obrazlardır. Amma padişah isə zülmkar, ədalətsiz insandır. Neyniyir? O istedadlı insanı boş yerə neyniyir? Zindana atır. Yerə, səbəbsiz yerə, yəni cümləni daha da böyüdə bilərik. Səbəbsiz yerə, boş yerə neyniyir? Nə var onun istədiyini yerinə yetirmir deyə zindana atır. Yəni onun istəyindən razılaşmadığı üçün. Belə yazıb qeyd etsin. Gəlin keçək sözün həqiqi və məcazi mənasına. Bugünkü mövzumuzda hansı cümlədə məcazi mənalı söz işlərim? Həmin sözün altından xətt çəkin. Gəlin baxaq. Çayın üzü şaxtadan donmuşdu. Çayın üzü var ki, o üst sözü burada məcazi. İnsanın üzü həqiqətən var, amma çayın üzü yoxdur. Çiçəklərin üstündə kəpənəklər uçurdu. Çiçəklərin üstündə bəli bu ola bilər. Meşə öz yaşıl donunu geymişdi. Meşənin donu var. Məcazi mənada işlənib. Təbiət qış yuxusundan oyanırdı. Təbiət yuxudan oyana bilər. Biz burada belə seçə bilərik. Təbiət oyanırdı. Meşə donu, çayın üzü. Yəni burada bizim oyanmaq sözü məcazi mənadadır. Üz sözü məcazi, donu sözü məcazidir. Düzənliklər yamyaşıl otlarla örtülmüşdür. Düzənliklər yamyaşıl otlarla örtülmüşdür. Otlarla örtülə bilməz. Burada örtülmək sözü məcazi mənadadır. Otlarla örtülmüşdür. Yəni otlar orada ola bilər. Yaşıl otlar ola bilər. Amma örtülmək sözü tam da düzgün deyil. Növbətisinə baxaq. Deməli, kəndin ayağında dəyirman. Bax, kəndin ayağı yoxdur. Məcazi mənada işlənilibdir. Bulağın gözündən su süzülürdü. Gözündən su süzülürdü. Bulağın gözü var. Baxın, göz məcazi mənada işlənibdir. Keçək növbətinə. Boşluqlar ilə sözlər seçib yaz ki, cümlədə məcazi məna ifadə etsin. Söyüdün yarpaqları saralır, həqiqətən sarala bilər, amma pıçıldaşır. Bax, bu məcazi mənadadır, burada yazırsınız. Yazda meşə, çöl, çəmən yaşıllaşır, həqiqətən yaşıllaşır, amma sevinir məcanədir. Yazın gəlişi ilə təbiət gözəlləşdi, oyandı. Təbiət oyanmır, gözəlləşə bilər, amma oyandı məcazi mənadadır. Bu sözün deməli dərin mənası var, iki mənası var. İki məna həqiqətən ola bilər, amma dərin mənası məcazidir. Quyu deyil ki, dərin olsun. Mahirin xasiyyəti çox yumuşaqdır, yaxşıdır. Yaxşı ola bilər, amma yumuşaq əşya deyil ki, yumuşaq olsun. Boşluqlar ilə söz seçib yaz ki, altından xətt çəkilmiş söz məcazi mənada
işlənsin. Qəflətən susdu. Körpə susa bilər, amma saat susdu, saat danışır ki, susunlar. Burnu stola dəydi. Pişiyin burnu həqiqətən dayana bilər, amma ayaqqabının burnu burada artıq məcazi mənadadır. Qanad açıb uçdu. Arzular, quşlar qanad açıb uça bilər həqiqətən, amma arzular uça bilməz. İnsan deyil ki, heyvan deyil ki, yəni var hərəkət edə biləcək bir şey deyil arzular. Məcazi mənada işlənib artıq burada. Mücərrəd mənalı sözdür həm də. Deməli, bizdə burada həm həqiqi, həm məcazi. Qol, insanın qolu. Ağacın qolu. Acı, acı biber. Acı söz. Söz həqiqətən acı ola bilərmi? Ola bilməz. Ağır daş, ağır yük. Məsələn, yəni bir əşya, ağır daş da deyə bilərik məsələn. Həqiqətən ağır daş var. Ağır, ağır söz. Kimsə bir-birinə ağır söz deyə bilər. Bu məcazi mənalı. Dil. İnsanın dili. Kitabın dili. Kitabın dili var. Elə kitab dilində danış. Bax, bu məcazi mənada işlənir. Yəni, məsələn, burada piyanonun dili də deyə bilərik məsələsi üçün. Piyanonun dili deyilir, bu məcazi mənada işlənir məsələsi üçün. Yəni, bunu başqa cürdə işlədə bilərsiniz. Tək mənim bu yazdığım doğru deyə bir şey yoxdur məsələsi üçün. Bax, burada ağacın qolu yazmışıq. Məsələn, köynəyin qolu da deyə bilərəm. Bax, bura məcazi mənada. Baxın, acı söz yazmışam, acı dildə deyə bilərik. Məsələn, insan deyirsən, filan kəs acı dil adamıdır. Və s. belə bu cür dəyişiklik edə bilərsiniz dostlar.